Yazılmamış qanunlar dediklərimiz yazılıbmış. Qanun seçə bilmir artıq, nədir doğru, nədir yanlış. Gördüklərimizi dəmi inkar edirsiniz. Mən kör deyiləm, görürəm, susmuram. Mən xalqam, bəs siz kimsiz? Susun mu deyirsiz, susun göz yumum olanlara. Qoy qırılsın əskərlər, nə gərəyimiz var onlara. Öldürün onları, qanları halaldır sizə. Orqanlar ondan da halal, utanmayın, hamısı sizin. Vətən deyən onsuz dazdı, onları da orada da boğun ki sabah rahat çolotuluq, eləsin hansısa boynu yoğun. Susmayacam bilirsən, onsuz da susuram neçə ildir. Müdafiə olunuruq mu yaxşı, cavab verin, cənab nazir. Ateş kəs dedilər, ateşi kəsdik. İndi necə sülh ölək? Sülh içində Qarabağ içimizdə öldürək? Ölməyəcək, öldükcə diriləcək. Əskər ölümü ilə bizi qorxaq etmək istəyənlər, bilin ki alınmayacaq, alınmayacaq, diriləcək, diriləcək, diriləcək. Ateş kəs var, ateşi kəs, sülh gəlir dedilər. Ölümə razı deyilik, qoy itki olmasın dedilər. Bəs müharibəsiz neçə əskər itirdik 19 ilə. Savaşsaq Qarabağı qaytarardıq bu qədər itki ilə. Öldür oğlun ata-ananı, sonra pulla susturmağa çalış. O da olmadı təhdid et, əsas odur ki qoyma danırsın. Yox, belə olmaz, sən bizi satqın mı bildin? Yoxsa qorxudaraq bizi zindana attın mı bildin? İkili oyunlardı bunlar, hamısı başımızı qarışdırmayın. Çəkin əkrəminizi, əskərlər yadımızdan çıxmayıb. Siyasiləşdirməyin, nə müxalifətəm, nə iktidarım. Bu ölümlərə son qoyun, bunu istəməyə var ixtiyarım. Sizi bir gündə yola salmışam. Nədir mənim oğlumu öldürmüş buraya göndərirsən? Niyə tapancayla vurursan mənim oğlumu deçir avtomatdan öldürdün vurdu? Alçaq! How am I supposed to stop the end of the world?